Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak etdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub. Prezident İlham Əliyev yeni binanın sakinləri ilə görüşdü. Salam aleyküm. Sizi ürəkdən salamlayıram. Bugün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzillərə köçürsünüz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Yeni il bayramı, dünya Azərbaycanlılarının həmrəylik günü ərəfəsində dövlət tərəfindən sizə belə gözəl hədiyyə. Sizden razı olsun. Biz de tebrik ediyoruz sizi. Çok sağ olun. Çok güzel bir günde. Çok güzel bir günde bize hediye. Çok güzel bina tikilibdir. 132 mənzildən ibarət bir binadır. Mənzillər də hamısı təmir olunub. Bütün lazımı şərait yaradılıb ki, siz burada rahat yaşayasınız. Gözdən əlillər üçün tikilmiş bu xüsusi bir binadır. Sizdən başqa burada heç kim yaşamayacaq və bu bir daha ölkəmizdə aparılan güclü sosial siyasətinin əlamətidir. Çünki dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilir. Eyni zamanda onlara 5000-dən artıq minik maşını verilmişdir. Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu bir daha bizim sosial siyasətimizi əks etdirir. Eyni zamanda onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daima diqqət göstərilir və göstəriləcəkdir. Və mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasın. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsin. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax, belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara qarşı daim hörmət, diqqət göstərilsin. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır. Deyə bilərəm ki, son illər ərzində Əmək və Sosial Müdafiə Nazirliyində ciddi islahatlar aparılır və bu islahatların bir məqsədi var ki, ehtiyacda yaşayan insanların problemləri həll olunsun. Ədalət tam şəkildə təmin edilsin. Əvvəlki illərdə, yəqin ki, siz də bilirsiniz, bəzi hallarda əlil olan insan gərək hər il gəlib sübut eləməli idi ki, o əlildir. Arayış almaq üçün, o əlillik dərəcəsini almaq üçün. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər bəzi hallarda əlil olmayan insanlar əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul edir. Yəni, bu əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul edirlər. Ona görə bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən öz üzərinə düşən bütün vəzifələri icra edəcək və ehtiyac içində yaşayan insanlar, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Və bugünkü mərasim
onu göstərir ki, biz düzgün yoldayıq. Bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan Əmək və Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşası üçün 10 milyon manat əlavə vəsait ayrılıbdır. Yaxın vaxtlarda Nazirlər Kabineti də ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmaz. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edibdir. Büdcə xərcləri, büdcə gəlirləri azalıbdır. Bu təbii vəziyyətdir, çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşir. Ancaq bununla bərabər Azərbaycanda iqtisadi sabitlik təmin edilir, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır. Bir dənə də olsun sosial layihə icrasız qalmayıbdır 2015-ci ildə və gələn il. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaqdır. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər. Maliyyə iqtisadi sahədə tam şəkildə şəffaflıq təmin edilməlidir. Və belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Və bir də demək istəyirəm ki, gələn il və bundan sonraki illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyacı var. Mən sizi bu gözəl hadisə münasibəti ilə təbrik etmək istəyirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramı münasibəti ilə təbrik etmək istəyirəm. İstəyirəm ki, siz bu gözəl evdə rahat yaşayasınız. Allah razı olsun. Allah sizi dövlətimizin başını, bizim başımızın üstündən əskik etməsin. Biz də sizi təbrik edirik ad günü münasibətilə. Yəni bizim burada ev alanların adından, bütün gözdən əllərin adından ki, sizin bütün diqqət və qayğınız nəticəsində bizim üçün bu 132 mənzilli bina tikilir və biz gözdən əllər bu evdən təmin olunuruq. Yəni ailə vəziyyətimizin, ailə şəraitimiz yaxşılaşır. Bununla bağlı biz sizə bu işdə kömək olan, bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Pensiyalarımızın məsələlərini toxundunuz, iş təminatına toxundunuz. İnşallah gələcəkdə sizin dəstəyiniz nəticəsində bunlar da hamısı öz qayğısını öz yerinə çatar Allahın köməkliyi ilə. Sizi bir daha təbrik edirik. Xanımıyla birlikdə çox bizim qayğımıza qalır Mehriban xanım. Allah ondan da razı olsun. Bizim məktəbimizə Gəlin, mən sizə orderləri təqdim edim. Nağıyev sahib. Təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Sağ olun, çox sağ olun. Əli Ağayev naib. Təbrik edirəm. Məmmədova Vüsalə. Allah sizə can sağlırsın. Sizə və xanımına. Mehriban da, qızlar da səni təbrik eləmək. Çox sağ olun. Mən sizin mühtərimdə istəyirəm mənməyə. Siz çox kömək eləmişsiniz. Leyla xanım, siz də. Çox sağ olun. Allah sizdən razı olsun. Yar Əliyev. İsmailov Yunis. Balayev Dost. Fərmanov Fərid. Çox sağ olun. Təbrik edirəm. Aslanov Qoca bəy. O qədər aslında. İmanov Firudi. Mirzəyev Əlişir.
Salam aleyküm. Salam. Necəsiniz? Sağ ol. Əskər Mirzəyev Başkomandan əmrinə həmişə Sağ ol. Sağ ol. Çok Və öz sağ ol. minnətdarlığımı bildirirəm sizə. Çok sağ ol. Çok da Saygınıza tebrik qalırsınız. ederim sizi. Çox Tebrik sağ olun. ederim. Çox sağ olun. Sağ olun. Sağ olun. Minnətdarım. Sağ olun. Oy. Mehmetova Kemal'e. Tebrik ederim. Sonra xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Binadakı 132 mənzildən 22-si 3, 44-ü 2, 66-sı isə bir otaqlıdır. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, son illərdə Azərbaycanın iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil insanların mənzil məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Nərimanov rayonunda gözdən əlillər üçün yeni binanın istifadəyə verilməsi də bu kateqoriyadan olan insanlara dövlət başçısının göstərdiyi qayğının bariz nümunəsidir. Hazırda gözdən əlillərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin 3 bölgəsində fəaliyyətə başlayan regional informasiya mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 2014-2015-ci illərdə 100-ə yaxın belə şəxs Brail sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində gözdən əlillər üçün tədris bərpa mərkəzi inşa olunur. Burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binalarının açılışında iştirak etdilər. Binanın foyesində Ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud insanlara göstərdikləri qayğını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət güşə yaradılıb. Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi sosial ekspert komissiyalarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər aparılır. Artıq Nazirliyin bütün ekspert komissiyaları müasir iş şəraiti və tibbi avadanlıqla, müayinə cihazları ilə təmin olunub. Burada da komissiyanın normal fəaliyyət göstərməsi üçün hər cür şərait var. Bina ekspertiza cihazları, məişət avadanlığı ilə tam təmin edilib. Yeni binada yaradılan şərait əlillik müayinələrinin aparılmasına, eləcə də aparılan müayinələrin nəticələrinə dair məlumatların aidiyyatı qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təmin olunmasına, məmur vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq. Nərimanov rayon əhalinin sosial müdafiəsi mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə vahid elektron müraciət və təyinat alt sistemi VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verildi. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Belə ki, vətəndaşların info köşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan yox, müvafiq dövlət qurumlarından elektron formada əldə
istifadə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyini ilə bağlı qərar qəbul ediləcək. Dövlət başçısına məlumat verildi ki, Respublika Gözdən Əlillər Cəmiyyəti də bu binada fəaliyyət göstərəcək. Zirzəmi hissəsi cəmiyyətin istehsalat sahəsi üçün nəzərdə tutulub. Binanın aşağı mərtəbələrində isə gözdən əlillərin asudə vaxtlarında mənalı istirahəti, habelə onlarla bağlı ictimai mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Ətrafda abadlıq işləri aparılıb.